Salam dəyərli tələbələr, hər birinizi xoş gördük. Mən informatika müəllimi Elmi müəllim. Bugün sizlərlə sınaq imtahanı üçün izahını verəcəm. Vaxt itirmədən başlayaq elə ilk sualdan davam edək. 26-cı sualı deyir bizə ki, anakonda sözünün kodlaşdırıla biləcəyi minimal simvol əlifbada and sözü yaddaşda necə bitiyordur? Biz minimal simvol əlifbadan danışırdıqsa, bilirdik ki, hər simvol bir dənə götürməlidir. Yəni təkrar simvolları saymayacaqdıq. İndi biz də burada təkrar simvolları işarələsək, xətləsək, A simvolu öndə var idi deyənə, bir də N simvolu və A simvolu öndə var idi. İndi bizdə qalır burada ortada A, N, Ç, O, D. Bax belə. Əlimizdə olan simvolumuz sayı 5-dir. Bu simvolumuzun sayı 5 olduğuna görə 5 simvol, yəni 5 ədədi özünə yaxın və özündən böyük 2-nin ən böyük qüvvəti 2 üstü 3-dən hesablasaq, yəni 8-dən hesablasaq, hər bir simvol 3 bitdən hesablanmalıdır. İndi mənə verilən əlifbada budur. Mən tapıram ki, artıq bizim bu simvolumuz kodlaşdırıla biləcək minimal simvol əlifba 8-dir. 8 simvol əlifbada hər bir simvol 3 bit yer tuturdu. Və mənə verilən bu ən sözü də hərəsi 3 bitdən kodlaşırlarsa, yaddaşda 9 bit yer tutmuş olacaq. 27-ci sualda. 27-ci sual cavabı bizdən byte istəyir. Biz də byte olmayan ölçü vahidlərini byte-a gətirməliyik. 2 kilobayt 52 bayt eləyir. 2048 plus 52 2100 eləyir. Bu 2100. 2100. Sırıq mini və yenə çıxırıq 608-i də bitdən gətirib byte-a. Böləndə 8 eləyir 76. 76. İndi biz 2100-dən bir dəfə mini, bir dəfə də 76-nı çıxsaq, cavabımız qalacaq 1024. 28-ci sual. 136 səhifəlik məlumatın 128 səhifəsi 1024 simvol əlifba ilə, qalan səhifələr isə Unicode-da kodlaşdırılmışdır. Ümumi həcmi 20 kilobayt tutma malik diskə yüklənmişdirsə, diskdə neçə kilobayt boş yer qalır? Bir də aşağıda qeyd olaraq verilib ki, hər səhifə 64 simvol olduğu nəzərə alınıb, hər səhifədə. Gəlin hesablayaq hələ bunu. Burada boşluğumuz var. Elə mən buradan hesablayacağım. 136 səhifənin bizə məlumdur ki, 128 səhifəsi, yəni 207 vurulsun. Neçə simvol əlifba ilə 1024 simvol əlifba ilə kodlaşdırıldığına görə hər bir simvol 10 bit yer tutur. 10 bit. Bir də bizim bu səhifələrimiz 64 səhifəmizdə 64 simvol var. 64 da 206-dır. Standart adətən bilinmədiyi halda biz bunu, daha doğrusu bizə əlifba verib 1024-dən 10 bitlə götürdük. Bunu bərabər edirəm x kilobayt. X kilobayt. Bitdən kilobayta gəlmək üçün bölürük 213-ə. 213-ə. 207, 206, 213 eləyir. Bunlar keçsələr, elə qalır 10. X-i tapırıq 10 kilobayt. 10 kilobayt. Tapdıq. Deyir ki, qalan səhifələrində isə biz 128 dənəsi məlumdur. Yerdə 8 dənəsi də qalır. İndi biz o yerdə qalan 8-ni hesablamalıyıq. Gəlin bu yerdə qalan 8-ni də hesablayaq. Bərabər eləyək x kilobayt ilə. Yerdə qalan 8-imiz olacaq 203. Vurulsun. Unicode standartı ilə 201 bayta vururuq. Bir də vururuq 64 simvol əlifba, yəni 206-ya. Bərabər edirik yenə x kilobayta. Baytdan kilobayta gəlmək üçün böyür 210-a. Bunlar hamısı
Məxrəclə sürət ixtisar gedəndə qalır 1 kilobayt. X olur 1 kilobayt. Demək, səhifənin 8 səhifənin tutumu 1 kilobaytdır. 128 səhifənin tutumu 10 kilobayt. X-i bir edir 11 kilobayt. 11 kilobayt. Baxsaq deyir ki, ümumi həcm 20 kilobayt tutuma malik diskə yüklənmişdirsə, diskdə nə qədər yer qalacaq? Mənim diskimin tutumu 20 kilobaytdırsa, bunun 11 kilobaytı dolubsa, nə qədərsə boş qalıb? 9 kilobayt. Cavab olacaq C bəndi. Növbəti suala baxaq. Buradan sileyim. Səhifələr deyil, birdən başlayaraq nömrələnib. 50 səhifədən ibarət kitab çapa aşağıdakı parametrlər əsasında göndərilib. Printerdə cəmi 6 ədəd vərəq olarsa, çap üçün neçə səhifə lazım olacaq? Gəlin əvvəl bir dənə buna baxaq. Birdən başlayaq nömrələnib 50 səhifədən ibarət kitabdır. Aşağıda burada baxsam, bu hissi. Səhifələrimin sayını bir tapım əvvəl. Çünki biz printer misallarını həll eləyəndə elə danışmışdıq da. Birinci hesabat mərhələmiz bax buraydı. İkincisi buraydı aşağı. Üçüncüsü buraydı. Bura, yəni bura bir üçüncüsü. 4 də kopyanın sayıydı. Sonda kopyanın sayıydı. Baxıram. Burada mənə verilib 4-9. Yəni 9-dan çıxırıq 4-ü plus 1. Bu olur bizim 5 səhv. Plus 1 daha doğrusu 6 səhv. 9 çıx 4 plus 1. 6 səhifəmiz burada var. 6 səhifə üzərinə gəlsin. 1-12 səhifəmiz var. Plus 1 plus 15-dən 17-yə qədər. 17-dən çıxır 15-i. Üstə 1 gəlirik. Eləyir 3 səhv. 3 səhv. Ümumi səhifə sayımız oldu 10 səhv. 10 səhv. İndi düşürəm ikinci mərhələyə. Bu 1 adı orada bir dənəsi yerləşib. Bir də burada önəmli olan nəyə fikir verməliyik? Önəmli olan şeylərdən biri də budur ki, baxmalı olduğumuz. Bu uncollated'dır. Uncollated. Yəni dəstələnməmiş çap əsasında həyata keçirilir. Səhifələrimizin sayını 10 tapdıq. Bir üzlü olduğunu bildik. 1A4-də bir dənəsi yerləşir. Bunu da bildik. Bir də kopyamızın sayı 4-dür. Əgər kopyamızın sayı 4-dürsə, mənim printerimdə cəmi 6 dənə 4 vərəqi varsa, onda bu gedişat belə olmalıdır. Çıxardacaq mənsin. Əvvəlcə 4 dənə kopyanın sayını verir. 4-cü səhifə. 4-dən 4-cü səhifəni çıxardım. Yerdə qalacaq 2 dənə vərəqim. Kopyanın sayını verir. Bax, təbii ki, yerdəki 2 dənədə yerləşəcək mənim 2 dənə 5-ci səhifə. Demək, olacaq 4-dən 4-cü vərəq, 2-dən də 5-ci vərəq. Çünki əvvəlcə bir-bir vərəqləri çıxartmalıdır, sonra çapa görə. Sonra növbəti vərəqləri çıxartmalıdır kopyanın sayına görə. Sonra növbəti vərəqləri çıxartmalıdır kopyanın sayına görə getməlidir. Bizdə cəmi printerimizdə 6 dənə ada fərqi varsa, bu da sayı görə 4 dənə çıxaracaq 4-cü səhifəni, sonra çıxaracaq 2-dən də 5-ci səhifə. Növbəti suala baxsaq, burada cavabımız olacaq C bəndi. Aşağıdakılardan hansı lüğət proqramı deyil? Polyglot lüğət proqramıdır. Lingvo lüğət proqramıdır. Style lüğət proqramıdır. Oxford lüğət proqramıdır. Uyumsoft mühasibat proqramıdır. Mətn prosesorunda sənədin səhifəsinin arxa planını, yəni arxa fonunu rəyləmək üçün hansı lent tablından istifadə olunur? Açırıq Word proqramını. Olsun bizim informatika adında bir dənə səhvimiz.
Biz bu sənədin arxa fonunu eləmək istəyirsə, Design tabından Page Color'dan eləyə bilərik. Baxa bə. Demək, Design tabından eləyə bilərsiniz. Home'dan olmaz. Insertdən əlavə edə bilərik nəsə. Draw qələmlə xətt çəkə bilərsiniz. Layoutdan da səhifənin parametrlərini tənzimləyə bilərsiniz. 32-ci sual. Şəkildə verilmiş əmrlər hansı lent qrupuna daxildir? Repeated rows, convert to text, bir də formula. Bu əmrlər, bu əmrlər biz Word proqramında table, cədvəl gətirəndə gəlir. Yəni əlavə alət tabının köməyi ilə bunlar açılır. Bunlar açılır. Adi standart tabların içərisində bunları görə bilməzsiniz. Bunları tapa bilməzsiniz. Bunlar standart tabların daxilində yoxdurlar. İndi mən də gəlirəm buradan. Bunları silirəm. Insertdən, table'dan alət tabı çəkirəm bura. Yəni cədvəl çəkirəm. Cədvəl çəkiləndə bizim table layout adında əlavə alət tabımız açılır. Bizə verilən əmrlər burada yerləşiblər. Repeated rows, convert to text və formula. Bunlar hansı lent qrupunun daxilindədirlər? Data lent qrupunun daxilində yerləşən əmrlərdir. Doğru cavabımız olacaq elə abət. Növbəti sual. Cədvəldə faylların adları və onların informasiya həcmləri verilmişdir. Aha, verilib. Bizə deyir, bu faylların 7 kilobayt klasterə malik diskləri yerləşdiyini nəzərə alaraq, bütün video fayllarının diskdə informasiya həcmlərinin cəminin neçə kilobayt olduğunu hesablayır. Biz bunların içərisində tapmalıyıq əvvəlcə video fayllarımız. İndi bizim video fayllarımız hansılardılar? Gəlin ki, əvvəl bunları tapaq. MPG video faylıdır. İşarələyirəm. Ondan sonra bizdə video faylların içərisində var burada şəfəq video faylıdır. Asif Web video faylıdır. Bir də Harun 3GP video faylıdır. Bizim burada 4 dənə video faylımız var. Fikir versəniz yazılıb klasterimizin tutumu 7 kilobaytdır. İndi mənim 25 kilobaytlıq faylım neçə tam klasteri tutar, yəni neçə klaster yerləşər və diskdə ümumi tutumu nə qədər olacaq? Əvvəl bunu tapmalıyıq. Deməli, mənim bu 25 kilobaytlıq faylım diskdə tam olaraq 4 klaster zat edəcək. 4 vur 7, 28 kilobayt yer tutmuş olacaq. 28. Növbəti, şəfəq bu 45 kilobayt verilib mənə. Amma 45 kilobaytdan təxminən mənim 7 klaserim tutmuş olacaq. 7 vur 7, 49 kilobayt diskə yetmiş olacaq. Növbəti, burada 53 kilobaytdır. 53 kilobaytdan bizim faylımız təxminən 8 klaser tutacaq. 7 vur 8, 56 klaster zat edəcək. Digər də yenə 50 kilobaytdır. 49 kilobaytdan çox olduğuna görə biz bunu yenə 56 kilobaytına götürməliyik. 56 kilobaytına götürəcəyik. İndi bizim 4 video faylımız oldu. Birinin həcmi 28, digəri 49, 49, digəri 56 və növbətdə 56. Bunların ümumi cəmini alacağıq. 189. Doğru cavab olacaq. 4 səhifəlik informasiya yaddaşda 75 bayt yer tutur. Birinci səhifənin informasiya həcmi ikincidən 10 dəfə çoxdur. Onda belə çıxır ki, birinci 12-dir. İkincisi x-dir. Plus. Üçüncü səhifədə olan informasiya həcmi birinci səhifənin həcmindən 5 dəfə azdır. Onda bu olacaq 2x. Üzərə gəlsin. Dördüncü səhifədə olan informasiyanın həcmi isə ikinci səhifənin həcmindən 2 dəfə çoxdur. Dördüncüsü də bundan 2 dəfə çoxdursa, bu da olacaq 2x. Bərabər olacaq nəyə? 75 bayt. 75 bayt. Bunu əldə etsək, burada olacaq 11, 14, 15x, 15x bərabər 75. X olacaq
5. X-i 5 tapdıq. Byte-dan tapmışıq bu arada. Məndən cavabı bitlə ifadə edirsə, byte-dan bitə gəlmək üçün 5-i 8-ə vuracağıq. Cavabımızı alacağıq. 40 bit. Növbəti sual 35-ci sual. Enerjiden asılı olan variant seçin. Yəni yaddaş qurullarından söhbət gedir. Hansılar elektrik enerjisindən asılıdırlarsa bunları tapmalıyıq və seçməliyik. İndi bunların içərisində bizdə var hard disklər, HDD hard diski. E, Bu enerjiden xarici yaddaş qurulusudur. CD diski xarici yaddaş qurulusudur. Eyni qaydadan DVD olmaz. Sonra burada var ROM diski enerjiden asılı değil. Bunları çıxırıq. Flash yaddaş. Bir de var burada ROM diski var. Enerjiden asılı değil. Bunları çıxsaq, RAM, register, cache yaddaş, elektrik enerjisindən asılı yaddaşdır. Doğru olacaq, deməlidir. Aşağıdakı metodlardan neçəsi insert len tabında həyata keçirilmir? Demək, səhifələrin nömrələnməsi header footer qrupu ilə olurdu. Bu insertdə var. Xətləyirəm. Yeni səhifə əlavə etmək üçün page qrupundan insert edə bilərsiniz. Var. Səhifə sonuna izahların verilməsi reference len tabı ilə olur. Footnote, endnote. Bax burada olur. 3 olacaq. Mətnin sütunlara bölünməsi. Bu insertdə deyil, layoutdadır. 4 olacaq. Mətnin səhifənin fon rənginin dəyişdirilməsi dizayndadır. 5 olacaq. Abzaslar arası məsafənin təyin edilməsi. Bu da home'dadır. 6 olacaq. 3, 4, 5, 6. Çarpbaz istinadlar linkdə var idi. Cross reference. Bu olur. Bunu xətləyir. 3, 4, 5, 6 sayı olaraq soruşursa, neçəsi deyirsə, cavab olacaq 4. Bunları pratik olaraq da göstəririz. Deməli, bunu buradan silirəm. Çarpaz istinadlar deyirdi bizə. Cross reference link də var. Yeni səhifə əlavə etmək. Blank page olar. Bu var idi burada. Sonra bir də baxın. Sonra səhifələrin nömrələməsi deyirdi bizə. O da elə eyni qayda ilə page namədən olacaq. Bax belə. Qalan digər xırdallar insert tabında yoxdur. Növbəti suala baxsaq, kompüter məsələlərinin həlli hansı arzuluqla aparılmalıdır bizə deyir. Sual alqoritmi sualdır bu arada. Birinci bizdə məsələnin qoyuluşu olmalıdır 5. 5 olmalıdır burada. Birinci bizdə gəlməlidir. Bundan sonra gəlməlidir bizdə məsələnin analizi və tədqiqi gəlməlidir sonra. 5, haricə gəlməlidir 4. Bundan sonra həll alqoritminin yaradılması. Bunu artıq biz blok sxem üzərində yavaş-yavaş yaratmalıyıq. 3. Növbəti alqoritmin proqramlaşdırma dilində təsviri gələcək. 2 gələcək. Ondan sonra testləşdirmə və sazlama gəlməlidir. 6. Sonra da sonda da 1 gəlməlidir. 5, 4, 3, 2, 6, 1. Bunlar xətləsən, bunlar deyil. Qalxaq görək hələ. 5, 4, 3, 2, 6, 1. 5 elə event. Bunlar olmaz. Aşağıdakı fikirlərdən hansılar doğrudur? Digitizer qrafik tipli informasiyanı çıxışa verən qurğudur. Ümumiyyətlə, digitizer daxil etmə qurğusudur. Çıxışa verən qurğu deyil. Bir səhvdir. Birin səhv olduğu variantlar çıxsa, bizdə qalacaq 3, 5, 6, 3, 4, 7. 5-ə baxsaq elə cavabı çıxarda bilərik məncə. Əvvəlcə BIOS, sonra əməliyyat sistemi yüklənir. Bu düzdür. 3 ikisində də ortaqdır. 3 olacaq. İkinci nəsil EHM-lərdə əməli yaddaş integral sxemlərlə qurulmuşdur. Bu ikinci nəsildə deyildi, dördüncü nəsildə idi. Scanner aktiv imkanları DPI-larla ölçülür. Bəli. Digitizerdə line pörsünü ölçülürdü. Scannerdə DPI-larla ölçülür. 3, 5. Sonra 6. TV tuner giriş kursudur. Doğrudur.
Cavab olacaq D bəndi. Alqoritmə baxsaq, deyir bizə ki, şərt verilib, əgər x böyükdürsə y-dan, onda sən, bu arada burada şərt əsasən bunların hamısını gördüyüm qədərini həll eləməliyik. Başqa yolumuz yoxdur. Gəlin baxaq. İndi mənə x verilib, -2, y verilib, -4. -2 ilə x-i gətirib qoyuram burada yerində. -2 ilə -4 yerində qoysam, olacaq -2 üzərinə gəlsin, -4 plus 1. Burada alınır -5. -5. Demək olur, bizdə y-ın, daha doğrusu üzr istəyirəm, x-in yeni qiyməti -5. Bu x-dir bu arada. Bu x-dir. Yazıram, çaşmayaq. Keçirik y-a. İndi x-i vururam burada. X nədir məndə? -5'dir. Düzdürmü? -5'dir. Y neçədir? -4'dür. Daha doğrusu, aha, bu -5'dir, -4'dür. İndi burada -5'i -4'ə vuranda alıram 20. Müsbət 20'ni alır. Bax, bu müsbət 20 burada olan x vur y-ın qiymətidir. Bu y-ın mənimsədiliyi bu qiymətdir. Bax, bu bunun qiymətidir. Buradan belə bunu ayarlayıram. Bunun qiymətidir. Aldım 20'ni vurdum. İndi keçirəm bu hissi. Fikirlərsəz, mənim y-ımın ən yeni qiyməti 20'dir. X-ımın ən yeni qiyməti isə -5'dir. Bunları almışdım. İndi gəlirəm aşağıya, baxıram. X-da vururam y-a. X y-a vursam, məndə nə olur? -5 20'yə vuranda -100. Çünki bu şərt ödəndiyinə görə mən bir də bu şərti həll eləmirəm. Heç qoluna baxmır. Elə harda getir? Olacaq bizdə 100. B bəndi. Mübadilə bu fe'l nədir? Əməliyyat sisteminin bir hissəsi olub, sürəti çıxarılmış fraqmentləri əməli yaddaşda saxlayır. Burada A bəndi doğru bəndi. Elə düzgün bəndi soruşur bizdən, A bəndi düzgündür. Digərləri zaten yanlış olacaq deyənə, elə o bəndlərə daha baxmır. Servis proqramlarına aiddir. Biz Sofiyanı bölmüşdük. Sistem, instrumental, bir də tətbiq. Tətbiq. Sistem özü bölünürdü. Bazaya, bir də servis. Baza qolunda var idi əməliyyat sistemləri. Baza qolunda var idi əməliyyat sistemləri. Əməliyyat örtükləri var idi baza qolunda. Bir də şəbəkə əməliyyat sistemləri var idi. Bax belə. İndi əməliyyat sistemlərinin olduqlarını çıxıram. Əməliyyat sistemlərini çıxıram. Gəldik burada antivirus vasitələri heç proqramlaşdırma sistemləri bu başqa bir şeydir. Belə. Sistem tərəfində var idi. Utilitlər, driverlər, sıxlaşdırma var idi, arxivatorlar falan var idi. Test proqramları falan bunlar oldu. Bizim servis tərəfimizdə daha doğrusu. Olacaq söhbət. Insert əlavə et simvol vasitəsilə daxil edilməsi zəruri olan simvollar hansılardır? Baxın bir dəfə suala. Insert əlavə et, aha, simvol vasitəsilə daxil edilməsi zəruri olmayan simvollar hansılardır? Normalda biz insertdən simvoldan bunu əlavə edə bilərik. Var simvolun daxilində. Bu da var. 6 da var. Amma 1, 4 və 5 bunlar klaviaturun alt düyməsinin sığalına gətirə bilərsiniz. Bunlarsa eyni qar dərəcəyidir. Bunlar hamısı orada var. Hər ehtimalla çalışıram ki, göstərməyə çalışım sizə bir qismini. Bunların içərisində daha çox simvol gəlsə, burada simvollar çoxdurlar. Baxmağımız, seçməyimiz lazım olacaq bir şeylər var içərisində. Amma misal üçün, bayaqki burada olan burada var. Simvolun içərisində var. Burada. Sonra qar dənəciyi falan da tapa bilərik. Sadəcə bir balaca simvolların üzərində gəzmək lazımdır ki, tapasınız. Baxsız tapa bilərsiniz. Misal üçün, burada daha çox simvollar. Qar dənəciyi də var burada, bax bilin. Simvollar çoxdur. Amma bu simvolların içərisində 1-i, 4-ü və ya 5-i zəruri deyil orada.
Bu da olacaq bizim səbəbimiz. John von Neumann arxitekturasının əsas prinsipləri hansılardır? Baxaq. Deyildi ki, John von Neumann 4 əsas iş prinsipi var idi. Kompüter proqramla idarə olunan avtomatdır, maşındır. Düzdür. Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. 2 dən üstü. Bir için dolu olduğu bənd burada var. Bir də burada var. Kompüter qrupları bir-birlə əlaqədə olmalıdır. Belə bir şey Neyman deməmişdi. 3 səhvdir. 3-ləri çıxırıq. Əmrlərlə verilən arasında aşağı şəkildə heç bir fərq yoxdur. Bəli. Əmrlərlə verilən arasında aşağı bir fərq yox idi. Yəni 1, 2, 4 var. Burada dedik ki 3 səhvdir. 3 səhv idisə A bəndi avtomatik gedir. 1, 2, 4 varsa deməli Y bəndi olacaq. Belə. Verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır. Bəli, 6 düzdür. Sadə mətn redaktorunda hazırlanmış 6144 baytlıq fayl NTFS ilə işləyəndə neçə kilobayt yer tutur diskdə? Biz 6144-ü gətirməliyik kilobayt. Bölməliyik 1024. 1024. Cavabımızı alacaq 6 kilobayt. Düşünün ki, mənim faylımın həcmi 6 kilobaytdır. Klaster həcmi isə 4 kilobaytdır. Deməli, mənə neçə dənə klaster lazımdır ki, 6 kilobaytlıq faylım buraya yerləşsin. 2 dənə klaster olursa, 4-ü bura düşəcək, yerdə qalan hissəsi də bura düşəcək və hərəsi 4 kilobaytdan 8 kilobayt faylım diskə yırtmış olacaq. NTFS fayl sisteminin FAT fayl sistemlərinə nisbətən üstünlükləri hansılardır? Baxaq görək hələ. Sərt diskdə bağlı problem yaranarsa, informasiya daha yaxşı bərpa etmə mexanizmi olur. Bəli, bir doğrudur. Bir olur. Nasas sektorlar aşağılanan klasterlərin yenidən istifadə edilməsi. Bu, belə bir şey eşitməmişəm. Olmaz. Hər bir istifadəçi ayrıca Russell bin təmin olunur. Bu var idi. NTFS-də var idi, bəli. Var idi. Hər bir istifadəçi ayrıca Russell, hər bir istifadəçi ayrıca Russell bindən təmin olunur. Ayrıca yox, ekranı Russell bini eyni olur. Russell bini əlavə verir. Yəni, bir neçə istifadəçi yaradarsansa, səbət eyni səbətdir. Hamısının faylları eyni səbətə düşür. Belə. Amma müxtəlif proqramlar işləyirsənsə, artıq hər bir istifadəçisinin ayrı-ayrı proqramlar ola bilər. Fayl qovluqların şifrələnməsi, sıxılması bərpasına imkanı verir. Bəli, 4 olur. Sıxlaşdıra bilərsiniz, şifrələyə bilərsiniz, məxfiliyi qoruya bilərsiniz. 4 olacaq. Bir də MFT cədvəlində saxlanılır. NTFS fayl sistemində olan fayllar. 1, 4, 5 olacaq. Aşağıda verilmiş seçimlər hansılar, verilmiş seçimlər hansılar doğrudur? Söz üzərində sağ sol düyməsini 2 qat kliklədikdə həmin söz seçilmiş olacaq. Bəli. Bir doğrudur. F8 düyməsini 5 dəfə basılarsa əgər bütöv mətn seçiləcək, 2 də doğrudur. F8-i 2 dəfə basanda söz, 3 dəfə basanda cümlə, 4 dəfə basanda abzas, 5 dəfə basanda isə bütöv mətn seçilirdi. Insert tabında editing qrupu yox idi. Bu səhvdir. Editing home'da idi. Sənədin sol kənar sahəsində istisnanın sol düyməsini iştirak etməsi zamanı abzas seçilir. Bəli. Bir dəfə kliklərində sətr seçilir, 2 dəfə kliklərində isə abzas seçilir. Kontrol düyməsi basılı saxlamaqla cümlənin istənilən yerində istisnanın sol düyməsi kliklənərsə cümlə seçiləcək. Bəli. 5-də düzdür. Mətn hissəsini düzbucaqlı formatda seçmək üçün shift düyməsi mağazada sıxılmalıdır. Xeyr, olmaz. Gəlin baxaq. Bizdə burada mətn var. Mətn var. Sol düymə 2 dəfə tez-tez vuranda söz seçilir. Kontrol düyməsini sıxıb seçəndə gəlirəm buradan. Bu hissədəyəm mən. Bizdə burada abzas verilib. Biraz da bunu buradan ayarlayayım ki, daha düz olsun da. Buradan biraz bunu belə ayarlayıram. Gəlirəm bu hissəyə. Ümumi abzas seçə bilərəm. Kursora qoyuram bu hissədə. Gəlirəm tam olaraq mətn seçilir. F8 düyməsini 5 dəfə vuranda bütöv. Kursora qoyuram burada. Bir saniyə üzr istəyirəm.
Bunu burada saxlasam. Aha. Biz gəlir buradan F8 düyməsini sıxacağıq. Məndə F-nə işləyir. 2, 3, 4 və 5. Bütün mətn seçmiş olacaq. Belə. Demək, deyir sənədin sol küncünə, bu sənədimiz sol küncünə 2 dəfə tez-tez kliklədikdə abzas seçilir. Bu da düzdür. Demək, doğru bəndlər oldu. 1, 2, 4 və 5. Aşağıdakı proqramlardan əməliyyat sistemlərinə aid olmayanları seçin bizə deyir. MS-DOS əməliyyat sistemi idi. 1 olmaz. Solaris, Ubuntu bunlar da əməliyyat sistemləridirlər. 2 də olmaz. 3 də olmaz. Oracle olar. MS SQL olar. Novel Network olar. Bu şəbəkə əməliyyat sistemidir. Amma bizə konkret verilməyib yenə. Həm də əməliyyat sistemi tərkibində gedir Novel Network. Çıxırıq. 5 də olmaz. Oracle, SQL, Norton Commander bu əməliyyatı öhdüydü. Olmaz. Yəni götürəcəyik onda. Bir də aid test. Olmayanlar istəyir bizdən. Bu da testləşdirmə proqramıdır. Yəni nasazlıq, sazlıqla bağlı xırdaqlar. Yəni ümumən belə izah etsəm, tətbiqi tərəfində rol oynayır bu. Nə olacaq? 2, 6, 7 və 8. 2, 6, 7 və 8. Deməli, MS-DOS, Ubuntu, Solaris, ə, Novel Network həm şəbəkə əməliyyat sistemidir, həm də əməliyyat sistemi tərkibində gedir deyənə durmamız. 48-ci sual. Uyğunluğu müəyyən et. Səs faylları var, video faylları var, bir də qrafik fayllar. Baxırıq buradan bizdə səs faylların içərisində MIDI səs faylıdır, bir də olacaqdır. Video fayllarından WOP, AVI video faylıdır, AB. Qrafik fayldır, GIF faylı, qrafik faylıdır. Vaqif Rəşad üçün hazırladığı doğum günü təbriki 3 dəqiqəlik video faylı əhatə edir. Yəni 180 saniyədir. Həcmi də 180 megabaytdır. Bərabərlik qoyuram. 180 megabayt. Bundan sonra bizə deyir ki, informasiyanın ekranın 256 vurulsun, yəni ekran rejimi 256 vurulsun, 208 vurulsun, 512 209 vurulsun, 16 kadr 204, bir də vurulsun X bit. Niyə görə X bit? Məndən neçə rəng çağırında olduğunu soruşur. Məndə də rəng çağırında bitlə hesablayacaqdır. İndi mən bitdən gəlməliyəm megabayta. Bitdən megabayta gəlmək üçün bunu böləcəm 223. 23. Bundan sonra tənimi həll eləməliyim və cavabı tapmalıyım. 8, 9, 17, 34, 21. 20 ilə 23 gedəndə qalır 200-lik. 200-lik. İndi mən 202 ilə 180-i ixtisar yaparsam, burada qalacaq 45. 45 x bərabərdir 180. Yəni x də olacaq 4. X burada 4 qalmışdı əslində. Bunu da buna bura bilərdik. X 4. Yəni x-imiz oldu 4 bit. Daha doğrusu 4 megabayt. Tapdıq artıq. İndi biz rəng çağrı yerində qoymadıq bunu. Bunu həll eləmək üçün bizdən rəng çağrı soruşurdu. Neçə rəng çağrıdan ibarətdir. Bu tapdığımız bunu gətiririk. Rəng çağrı bərabərdir 200 x-in üstünə qoyuruq. 200 x-dan da x-in qiymətini 4 tapmışıq. 200 4 eləyəcək. 16 megabayt. Tabii o zaman. Hansı əmrlər fayl və qovluqların kontekst mövzusu üçün ortaqdır? Deməli, ortaq olanlar send to cut, bir də properties 2, 3, 6. Print sənədin kontekst mövzusudur. Edit sənədin kontekst mövzusudur. Open-Vis sənədin kontekst mövzusudur. 2, 3, 6 bizim doğru bəndimiz olmuş olacaq.